Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlara görə dünyanın bir sıra ölkələrində, o cümlədən Cənubi Qafqaz regionlarında heyvanlar arasında müxtəlif xəstəliklər yayılmışdır. Və bu mövsümi amillərin təsirindən həm ölkə daxilində, həm ölkələr arasında bu və digər heyvanların bir yerdən başqa yerə köçürülməsi baş verir ki, bu da müxtəlif xarakterli xəstəliklərin yayılmasına şərait yaradır. Və bizim ətraf qonşu ölkələrdə həm Rusiya Federasiyası, İran, Türkiyə, Gürcüstan və Ermənistanda ekstensiv heyvandarlıq idarəçiliyi, yəni yaylaqlara və qışlaqlara köçürülməklə olan bir təsərrüfatçılıq sistemi tətbiq olunur. Bunun nəticəsində yaylaq əraziləri əsasən sərhədyanı ərazilərdir. Heyvanların orada birbaşa təması olmasa da, ancaq həm virus, həm bakteriya tipli xəstəliklər qansora nəşəratlar vasitəsilə, nəqliyyat vasitələri vasitəsilə və hava damcı yolu ilə keçə bilir və sonra qışlaq ərazilərinə gələn dövrdə həmin heyvanların gətirdiyi xəstəliklər ölkəyə yayıla bilər. Bu risklər nəzərə alınaraq heyvanların hərəkətinə ölkə daxilində daşınmasına nəzarət gücləndirilib və bu məqsədlə heyvanların daha çox toplanaraq satıldığı yerlərdə xəstəlik yayılma riskləri yaranır. Ona görə də bu qərar qəbul olunub ki, vəziyyət stabilləşənə qədər heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılsın. Burada məqsəd ondan ibarətdir ki, gördüyünüz kimi bugünkü bazarda da hər hansı biotəhlükəsizlik tələbləri gözlənilməyib. Bazar elə yaradılmalıdır ki, ora keçən nəqliyyat vasitələri mütləq dezobaryerdən keçərək dezinfeksiya olunmalıdır. Heyvanların avtomobildən düşürülməsi və yüklənməsi müəyyən şəraiti olan yerdə aparılmalıdır. Eyni zamanda həm satılan, həm alınan heyvanların qruplaşaraq daşınması üçün ayrıca yerlər ayrılmalıdır. Və son dövrlərdə ölkəmizdə heyvanların identifikasiya sisteminin yaradılmasına başlanılmışdır ki, bu heyvanın izlənilməsində çox mühüm bir alətdir və bazara satışa daxil olan heyvanların hamısı identifikləşdirildikdən sonra daşınmalıdır. Bazardan kənara daşınan heyvanlar da müvafiq müşahidəçi baytarı sənədləri ilə təmin olunmalıdır. Gördüyünüz kimi bugün şahid olduğumuz bazarda bu şəraitin esası yoxdur, heç bir biotəhlükəsizlik tədbirlərinə əməl olunmur və eləcə də bunun nümunəsində digər bazarlarımızda da çatışmazlıqlar var. Vəziyyət stabilləşənə qədər bu proses davam edəcək və sonradan yeni də adi rejimlə fəaliyyət başlanacaq. Bu cür vəziyyətdə heyvanlar özündə yaxın saxlanıla bilər ki, saxlanılsa belə hansı qaydalardır? Ümumiyyətlə heyvanlar bildiyiniz kimi bazara heyvanlar müxtəlif təsərrüfatlardan gəlir. Elə arakəsmələr olmalıdır ki, bir təsərrüfatdan gələn heyvanın digəri ilə təması maksimal dərəcədə uzaq olsun, təmasa yol verilməsin. Heyvan satılıb daşındıqdan sonra heyvan toplaşdığı yerlər mütləq dezinfeksiya olunmalıdır, yuyulub təmizlənməlidir, tullantılar kənarlaşdırılmalıdır, ümumi dezinfeksiya işləri aparılmalıdır və bu biotəhlükəsizlik tələbləri mütləq gözlənilməlidir. Eyni zamanda bazarlarda heyvan rifahı tələbləri də yerinə yetirilməlidir ki, heyvan satışı dövründə su ilə mütləq və lazım olduğu halda yemlə də təmin edilməlidir. Bakı və Bakı ətrafı bazarlarda hansındasa dezinfeksiya işləri görülüb yoxsa? Ümumiyyətlə bazarların hamısında adi rejimdə dezinfeksiya tələbləri qoyulub və belə yerinə yetirən və yetirməyən negativ hallara da rast gəlinir, amma ümumiyyətlə tərtib olunmuş normativ texniki sənədin tələblərinə görə bütün bazarlara təqdim olunur. Qida Təhlükəsizlik Agentliyi tərəfindən metodik köməklik göstərilir ki, baytarı sanitariya şəraiti bazarlarda təmin edilir. Ümumiyyətlə bu bazarlardan hansında dezinfeksiya tədbirləri görülüb və hal-hazırda fəaliyyət göstərir? Dezinfeksiya təkcə dezinfeksiyanın aparılmağı şərt deyil. Bugün Respublikanın bütün bazarları fəaliyyət göstərirlər və bu fəaliyyət oktyabrın 25-nə qədər davam edəcək. Ondan sonra müvəqqəti məhdudiyyətlər başlayacaq. Bazarın bəs standartlara cavab verməsi sahibkar nöqtəliyindən düşür? Bəli, əlbəttə ki, sahibkar yaratdığı obyektdə bioloji təhlükəsizlik tələblərinin təmin olunmasına cavabdehdir. Bu tələblər tam təmin olunduqdan sonra bazar fəaliyyətini göstərə bilər. İndi hal-hazırda bütün bazarların fəaliyyəti məhdudlaşdırılır. Bəli, hazırda bu məsələyə mərhələli şəkildə keçirilir ki, sahibkarlarımız maksimal dərəcədə az işlərinə çətinlik yaransın
və bu oktyabr ayının 25-nə qədər davam edəcək. Ondan sonra fəaliyyət dayandırılır və növbəti stabilləşmə alana görə. Ət kəsim məntəqələri hardan ala bilər əti? Heyvanlar, bazara gətirilən heyvanlar da birbaşa heyvandarlıq təsərrüfatlarından satıla bilər. Orada hər hansı məhdudiyyət yoxdur. Sadəcə burada məqsəd ondan ibarətdir ki, heyvanların bir yerə toplanmasının qarşısı alınsın. Bir yerə toplanıb, təmasda olub, sonra da başqa yerlərə daşınmaq xəstəlik yayılma riski. Amma təsərrüfatlardan birbaşa sata bilərlər. Məhdudiyyət təxminən nə qədər vaxt çəkə bilər? Bu bizim gəldiyimiz qənaət və qəbul olunan qərarlar Dünya Heyvan Sağlamlığı Təşkilatının yayımladığı məlumatlar əsasındadır. Və biz mütəmadi gündəlik məlumatlar alırıq. Təbii ki, stabilləşmə barədə məlumatlar bizim region ölkələrində daxil olduqdan sonra hər hansı məhdudiyyət olmur. Bəs alıcılar bazarlanır. Alıcıların vəzifəsi ondan ibarətdir ki, alıb bazardan aldığı aparılan heyvanın əvvəlan bazara gələrkən baytarlıq müşahidə edici sənədlərinin olub-olmamasını araşdırsınlar. Heyvanın identiləşib-identiləşməməsini araşdırsınlar. Mütləq heyvan identiləşmiş olsun. Və heyvan bazardan çıxıb təyinat nöqtəsinə daşınanda da bazardan ona ikinci bir müşahidə edici baytarlıq sənədi verilməlidir. Əks halda həmin adamlar da inzibati məsuliyyət daşıyır. Bəs bu fermer təsərrüfatlarda nəzarət necə gücləndirilir? Fermer təsərrüfatları onsuz da yəni mümkün qədər qapalı şəraitdə fəaliyyət göstərirlər. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı strukturları tərəfindən heyvanxanalar aparılır, baytarlıq xidmətləri göstərilir, heyvanların müayinəsi həyata keçirilir. Bu sözlə təsərrüfatın sağlamlıq vəziyyətinə nəzarət olunur, zərurət yaranda da xidmət göstərilir. Bu işdə hər hansı bir dəyişiklik yoxdur, bu cürdə davam edəcək. Biz malqara gətiririk rayon bazarlarına bura satmağa. Xəstəliklə bağlı bazarlara məhdudiyyət qoyulduğuna görə hal-hazırda gətiririk. Bu qabaq deyilən xəstəlik də hər il olur, yəni təsərrüfatda olmayan bir şey deyil, yəni olan bir şey. Amma belə bir şey olmamışdı, yəni bu yetişkin olmamışdı yəni belə. Bir şayədir, bir nədir, faktdır ki, bizim hal-hazırda da qapımızda heyvanlarımız var, yəni belə bir xəstəlik yoxdur, qabaqdır. Müalicəsini versən çıxır. Bazarlar da bağlanır, satışa icazə vermirlər. Nə vaxt açılacaq, onu da satılacaq. Məsələn, vaxtda kim arasıdır? O vaxtda kim satılmır. Özünüzün bir təsərrüfat yerindən Öz həyatımda saxlamışam, özümün də saxlayacağım. Bəs bizim pek səfalanıyoruz. Həyatımızı, Heyvanları falan. heyvanları biz rayon bazarlarında zaten həkim sözündən keçir. Rayon bazarlarında da həkimləri var. Keçəndə kağızı ilə, sənəti ilə, sübutu ilə alıb götürür. Bu şey deyil ki, bugün Şandan necə alırsak. Biz heyvanı alırıq, sənətli sübutlu, baytarlığın yoxlanışından zadından keçir alırıq. Əgər o xəstəliyi olsa, zaten bura gəlmir. Burada da harası kəsir verəndə, restoranlara zıda verəndə də qıçaqlı zatlı ətlər verir. Bu oyunlarda kəsir. O heyvanın xəstəliyi olsa, orada bilinir. Bəs alıcıların müvafiq sənət təqdim olunur mu? Satmanızda. Biz alıcılar deyəndə biz verdiyimiz dükanlara veririk də sənəti həkim peçatı ilə bir yerdə. Həkim peçatını yoxlayıb, peçatını vurur, biz aparıb dükana veririk satış.